Deyirlər, Allah nəyə görə ədalət yaratmır? Nəyə görə zalimları cəzalandırmır? Belə olsa, onda bütün dünyadakı insanların çoxu məhv olar. Yəni Allah onları məhv edər. Necə yaradıb, elə də məhv edər. Onda bu imtahan dünyası olmaz. Bu dünyada ədalət yoxdur. Bu dünyada imtahan var. Ədalət axirətdə olacaq. Allah hər kəsin ixtiyarını özünə veribdir. Hər bir insanın azadlığını özünə verib. Və xəbər də verib ki, cənnət var, cəhənnəm var, imtahandır və hansı əməldən qaçın, hansı əmələ yaxın durun. Yəni bir sözdən şeytanın vəsvəsəsindən, hiləsindən, tələsindən uzaq olun. Qurana sığının, Allahın kəlamına sığının və Allahın özünə sığının. Yaradan Allaha sığının. İbadətlə, təbii ki, ibadətlə. Bəs yaxşı, onda belə bir sual da mən verim də. Nəyə görə uşaqlarınızı bu dünyaya gətirirsiniz? Doğru yola yönəltmirsiniz, doğru tərbiyə vermirsiniz. Və nəyə görə sizin özünüz də Allaha ibadət etmirsiniz? Allahın əmrlərinə tabi olmursunuz. Uşaqlarınızı da Allah yoluna dəvət etmirsiniz. Mən də belə sual verirəm sizə. Necə ki, siz sual verirsiniz ki, Allah nə üçün ədalət qurmur? Mən də sizə belə sual verirəm. Öncədən öz evinizdə, öz ailənizdə ədaləti siz qura bilirsiniz öz övladlarınız arasında. Amma ədalət bu dünyada deyil, ədalət axirətdədir. Bu dünyada şeytan oyunları gedir, bu dünyada imtahan gedir. Dünya özü boyda şeytan tələsidir. Allah biz öncədən xəbər verib, o təliyə düşməyin. Təliyə düşməməkdən ötəri ibadət etməlisiniz, Allaha sığınmalısınız. Allah bizə kitab göndərib, Quranı açın, oxuyun, görün Quran bizi hansı istiqamətə yönəldir. Açıb oxumursunuz, şeytani kitablar oxuyursunuz. Məhz ona görə də aqibətiniz bax bu gündədir. Bəzi insanlar bu dünyada özləri bilmədən özlərini cəhənnəmə hazırlaşdırırlar. Özləri bilmədən. Və bəzi insanlar da bilərəkdən özlərini cənnətə hazırlaşdırırlar. Onlar da bilərəkdən, bəli, Allahı dərk edirlər və bilirlər ki, bu dünya imtahan içərisindədir və axirətə iman gətirirlər, Allaha iman gətirirlər, Quran-ı Kərimə iman gətirirlər, oxuyurlar. Bilirlər ki, insanların kitabı Quran-ı Kərimdir, insanlara yol göstərən Quran-ı Kərimdir. Peyğəmbərlərə iman gətirirlər. Bu insanlar mömin sayılırlar. Həmən o möminlər də bu dünyada bilərəkdən cənnətə hazırlaşdırırlar özlərini. Elhamdülillah. İki yol var. Allah yolu, şeytan yolu. Hər bir insana da Allah sərbəstlik verib, azadlıq verib. Hər kəsin ixtiyarını özünə verib ki, get, azad yaşa. Nə etmək olar, nə etməmək olar, onu da xəbər edir. İndi hər bir insan öz-özündə fikirləşsin və dərk etsin ki, hansı yoldadır. Subhanallah. Onsuz da Allah bizim hər işlərimizdən xəbərdardır. Ən düzgünü də bilən Allahdır. Biz Allahın qulu olduğumuz üçün biz Allahın əmrlərinə tabi olmalıyıq və son dönüşümüz Allahadır. Allah bizdən nə istəyibsə, onu da Allaha qaytarmalıyıq. Gec-tez bu da olacaq. Mütləq olacaq.